Prognoz TV kanalına hoş gelmişsiniz. Sizlere 5 iyun 2026 ilin bürclərini təqdim edirik. Qoç, sevgili qoçlar, bugün size sanki ince bir perde arkasından gelen xüsusi enerjiler hakim olacaq. Xəyalpərəstliyiniz və duyğulara qarşı yüksək həssaslığınız gündəlik məsələlərə yanaşmanızda bir qədər fərqlilik yarada bilər. Bugünün enerjiləri, rasional qərarlar qəbul etmək və ya uzun müddətli, ciddi planlar qurmaq üçün o qədər də əlverişli deyil. Ağlınız daha çox hisslərinizə və instinktlərinizə tabi olmaq istəyəcək ki, bu da bəzi mühüm məsələlərdə sizi çaşdıra bilər. Məhz bu səbəbdən bugün özünüzə biraz fasilə verməyə, ruhunuzu sakitləşdirməyə və daxili dünyanıza qulaq asmağa üstünlük verməlisiniz. Sevdiyiniz kitabları oxuyun, bəlkə də biraz meditasiya ilə məşğul olun, təbiətdə gəzintiyə çıxın və ya uzun müddətdir toxunmadığınız hobbilərinizə qayıdın. Bu cür fəaliyyətlər sizin daxili enerji depolarınızı dolduracaq və gələcək günlər üçün sizə güclü pozitivlik bəxş edəcəkdir. Bir çox qoçlar bugün qəfil yaranan istəklərlə alış-veriş etmək meylində olacaqlar. Lakin ulduzlar sizi xəbərdar edir ki, bu ani impulslara tabi olmaq maddi vəziyyətinizə müəyyən təzyiqlər yarada bilər. Qərar verməzdən əvvəl bir neçə dəfə düşünmək və əsl ehtiyaclarınızı analiz etmək daha ağıllı yanaşma olacaq. Bəzən bir ideyanın və ya arzunun həyata keçməməsi sizi daha böyük uğurlara və ya xoşagəlməz vəziyyətlərdən qorunmağa aparır. Kosmosun sizin üçün daha yaxşı planları olduğunu unutmayın. Axşam saatlarına doğru diqqətiniz daha çox ev işlərinə və ailə məsuliyyətlərinə yönəlməli olacaq. Evinizdəki kiçik nizamsızlıqları aradan qaldırmaq, ailə üzvlərinizlə daha səmimi ünsiyyət qurmaq sizin üçün dinc və rahatladıcı bir atmosfer yaradacaq. Əgər uzun müddətdir görüşmədiyiniz yaşlı qohumlarınız varsa, bugün onlara baş çəkmək və ya zəng etmək həm sizin üçün, həm də onlar üçün böyük bir sevinc mənbəyi ola bilər. Onların həyat təcrübələri və müdrik məsləhətləri sizin üçün yeni perspektivlər açacaq. Bugün daxili sülhə və ailə dəyərlərinə fokuslanaraq ruhunuzu qidalandırın. Buğa, hörmətli buğalar, səhər saatları sizin üçün bir qədər gərgin və emosional çalarlarla başlayacaq. Günə müəyyən bir həssaslıqla başlamaq, ətrafınızdakı hadisələri və insanların sözlərini adi günlərdən daha dərindən qəbul etmək meylində olacaqsınız. Bu, vacib qərarlar vermək, yeni layihələrə başlamaq və ya ailə üzvləri ilə ciddi söhbətlər aparmaq üçün ən uyğun vaxt deyil. Çünki hisslərinizin məntiqinizi kölgədə qoyması ehtimalı var, ümumi əhval-ruhiyyənizə mənfi təsir göstərə biləcək bu həssaslıq dövründə özünüzü müdafiə etmək üçün bəzi strategiyalar tətbiq etməlisiniz. Günün əvvəlində diqqətinizi ev işlərinə yönəltmək, gündəlik məişət qayğıları ilə məşğul olmaq həm enerjinizi müsbət istiqamətə yönəldəcək, həm də zehninizi gərgin düşüncələrdən yayındıracaq. Evinizdəki kiçik dəyişikliklər, məsələn, otaqların yerini dəyişmək və ya ətrafı səliqəyə salmaq sizə yeni enerji gətirəcək. Bugün həm də gələcəklə bağlı ideyalar formalaşdırmaq, yeni planlar üzərində düşünmək və vizyonlarınızı aydınlaşdırmaq üçün əlverişli bir zamandır. Lakin hələlik bu ideyaları praktiki olaraq həyata keçirməyə tələsməyin. Sadəcə onları dəftərinizə qeyd edin, üzərində düşünün və gələcək üçün bir zəmin yaradın. Daxili səsinizi dinləyin, çünki bugün intuitiv qavrayışınız xüsusilə güclü olacaq. Əgər sizi narahat edən, ürəyinizdə sıxıntı yaradan məqamlar varsa, etibar etdiyiniz dostlarınızla və ya ailə üzvlərinizlə hisslərinizi bölüşmək sizə böyük rahatlıq gətirə bilər. Onların dəstəyi və fərqli baxış bucaqları bəlkə də sizin üçün yeni çıxış yolları göstərəcək və ya problemlərə daha obyektiv yanaşmanıza kömək edəcək. Günortadan sonra enerjiniz daha da stabilləşəcək və siz daha sakit bir əhval-ruhiyyəyə qovuşacaqsınız. Bu zamanı özünüzə ayıraraq daxili dünyanızı dinləmək və gələcək üçün səmərəli addımlar atmaq üçün planlar qurmaq faydalı olacaq. Yadda saxlayın ki, hər gərginliyin ardınca bir rahatlama dövrü gəlir və siz bugün həm rahatlığı, həm də daxili gücü hiss edəcəksiniz. Əkizlər, sevgili əkizlər, bugün sizin üçün sanki uzun müddətdir gözləyən, təxirə salınmış məsələlərin həlli üçün kosmik bir fürsət yaradacaq. Əgər evdə yarımçıq qalmış işlər və ya həllini gözləyən bürokratik məsələlər varsa, bugün onları rahatlıqla başa çatdıra bilərsiniz. Maraqlıdır ki, yaxınlarınız özləri də təşəbbüs göstərərək sizə kömək etməyə can atacaqlar. Onların dəstəyi sayəsində gözlədiyinizdən də asanlıqla bütün maneələri aşacaqsınız. Bugün ailə bağlarını möhkəmləndirmək üçün də əla bir zamandır.
Xüsusilə yaşlı ailə üzvlərini ziyarət etmək və ya onlarla telefon vasitəsilə əlaqə saxlamaq üçün fürsət yaranacaq. Birlikdə keçirilən hər an səmimi söhbətlər və xoş xatirələrin canlandırılması həm sizin, həm də onların ruhunu zənginləşdirəcək, qarşılıqlı sevgi və qayğı hisslərini gücləndirəcək. Bir çox əkizlər bu gün yeni və maraqlı biliklər əldə edəcəklər. Bu biliklər təhsillə, işlə və ya sadəcə şəxsi inkişafla bağlı ola bilər. Hər hansı bir kursa yazılmaq, yeni bir mövzu haqqında araşdırma aparmaq və ya sadəcə başqalarından öyrənmək üçün bu enerjilərdən istifadə edin. Əmin olun ki, bugün əldə etdiyiniz məlumatlar yaxın gələcəkdə sizə çox faydalı olacaq, bəlkə də karyeranızda və ya şəxsi layihələrinizdə əsaslı bir irəliləyişə səbəb olacaq. Romantik münasibətlər baxımından da bugün çox əlverişlidir. Sevdiyiniz insanla səmimi söhbətlər aparmaq, hisslərinizi bölüşmək, birlikdə romantik anlar yaşamaq üçün mükəmməl zamandır. Aranızda uzun müddətdir davam edən kiçik fikir ayrılıqları varsa, bugün onları aradan qaldırmaq, bir-birinizə daha da yaxınlaşmaq və qarşılıqlı inamınızı möhkəmləndirmək üçün ideal şərait yaranacaq. Bu, münasibətlərinizdə yeni, daha dərin və xoşbəxt bir mərhələnin başlanğıcı ola bilər. Günün enerjiləri sizə həm şəxsi, həm də peşəkar həyatınızda irəliləyiş və harmoniyadan zövq almaq üçün imkanlar təqdim edir. Xərçəng, əziz xərçənglər, bugün sizin üçün qohumlarınızla ünsiyyət qurmaq, ailə bağlarını möhkəmləndirmək üçün olduqca əlverişli bir başlanğıc olacaq. Kainat sizi bugün daha təcrübəli, yaşlı insanların müdrikliyinə qulaq asmağa təşviq edir. Onların təqdim etdiyi məsləhətlər, hətta sizə ilk baxışdan tamamilə tətbiq edilə bilməyən kimi görünsə belə, içində mütləq sizin üçün faydalı və ilham verici fikirlər daşıyacaqdır. Bu məsləhətləri süzgəcdən keçirin, öz dünyanıza uyğunlaşdırın və onlardan yararlanın. Bugün evinizdə qonaq qəbul etmək üçün də çox uyğun bir zamandır. Yaxınlarınızı dəvət edin, onlarla birlikdə əylənin, maraqlı fikir mübadilələri aparın və xoş anlar yaşayın. Bu cür sosial tədbirlər sizi enerji ilə dolduracaq və yeni perspektivlər qazanmağınıza kömək edəcək. Günün ikinci yarısını isə bir qədər sakit və tanış bir mühitdə keçirmək tövsiyə olunur. Bu, sizin artan həssaslığınızla əlaqədardır. Hissləriniz daha kəskinləşəcək, daxili səsiniz daha aydın eşidiləcək. Bu fürsətdən yararlanaraq özünüzü daha yaxşı dinləyin, daxili istəklərinizi, arzularınızı və hansı sahələrdə dəyişikliklər etmək istədiyinizi anlamağa çalışın. Bəlkə də uzun müddətdir düşündüyünüz, amma cəsarət edə bilmədiyiniz bir yenilik üçün bugün daxili təsdiq alacaqsınız. Yaradıcılıqla məşğul olmaq, musiqi dinləmək, şəkil çəkmək və ya sadəcə təbiətdə tək gəzintiyə çıxmaq bu daxili axtarışlarınızda sizə kömək edə bilər. Unutmayın ki, özünüzlə tək qalmaq və daxili dünyanızı kəşf etmək, gələcək addımlarınız üçün əsaslı bir zəmin yaradır. Bugün həm də evinizdə rahatlığı və harmoniyanı təmin etmək üçün kiçik dəyişikliklər etmək üçün əlverişlidir. Evinizi daha cazibədar və rahat etmək üçün dekorativ əşyalarla oynaya bilərsiniz. Beləliklə, bugün həm sosial bağlarınızı gücləndirə, həm də daxili sülhünüzü tapa bilərsiniz. Şir, enerjili şirlər, bugün kosmik enerjilər məsuliyyətli layihələrə başlamaq və ya həyatınızda ciddi, taleyüklü qərarlar qəbul etmək üçün o qədər də əlverişli deyil. Ağlınızda dolaşan bəzi ideyalar reallıqdan bir qədər uzaq ola bilər və onları dərhal həyata keçirməyə çalışmaq, enerjinizi boşa sərf etmək deməkdir. Bugün daha çox daxili düşüncələrə, planlaşdırmaya və yaradıcılığa vaxt ayırmanız tövsiyə olunur. Təxəyyülünüzü sərbəst buraxın, amma hələlik konkret addımlar atmaqdan çəkinin. Bunun əvəzində bugün əksər şirlər yaxın ətrafları ilə çox səmimi və xoş ünsiyyət qurmaq şansı əldə edəcəklər. Dostlarınızla, ailə üzvlərinizlə keçirilən vaxtlar sizə böyük zövq verəcək və ruhunuzu oxşayacaq. Gözlənilməz və maraqlı qarşılaşmalar, romantik sürprizlər və yeni tanışlıqlar bugünün xoşagəlməz anları arasındadır. Əgər subaysınızsa, gözləmədiyiniz yerdən maraqlı bir insanla tanış ola bilərsiniz ki, bu tanışlıq gələcəkdə xoşbəxt münasibətlərə yol aça bilər. Münasibətdə olan şirlər isə sevdikləri insanla yeni və unudulmaz xatirələr yaradacaqlar. Alış-veriş üçün də bugün çox uğurlu bir zamandır. Ehtiyac duyduğunuz şeyləri münasib qiymətə əldə edə biləcəksiniz və ya gözləmədiyiniz endirimlərdən faydalana bilərsiniz. Çox pul xərcləmədən həm büdcənizi qoruyacaq, həm də sizi sevindirəcək əşyalar əldə edəcəksiniz. Axşam saatlarında isə sizi sevindirəcək xoş xəbərlərin gəlmə ehtimalı yüksəkdir. Bu xəbərlər şəxsi həyatınızla, karyeranızla və ya sadəcə gündəlik məsələlərlə bağlı ola bilər. Onlar sizə əlavə enerji və pozitivlik gətirəcək, gününüzü daha da gözəl başa çatdıracaq.
Ümumilikdə bugün sizin üçün daxili rahatlıq, sosial əlaqələr və xoş sürprizlərlə dolu bir gün olacaq. Qız, sevgili qızlar, bugün sizdən tələb olunur ki, xırda detallara həddindən artıq fikir verməkdən çəkinəsiniz. Adətən həyatınıza nizam-intizam gətirən detallara diqqətiniz bugün həddindən artıq arta bilər və bu, daxili narahatlıq və təlaş hisslərini gücləndirə bilər. Bu isə öz növbəsində yaxınlarınızla münasibətlərinizə mənfi təsir göstərə bilər. Həddindən artıq tənqidi yanaşma və ya kiçik qüsurlara takılmaq sevdiyiniz insanların hisslərinə toxuna bilər. Sözlərinizə xüsusi diqqət yetirin. Bugün sərt və ya nəzakətsiz ifadələr sonradan inamı bərpa etməyi çətinləşdirəcək yaralar aça bilər. Daxili sülhünüzü qorumaq üçün bugün bir qədər daha tolerant və anlayışlı olmağa çalışın. Günün ikinci yarısında isə kosmik enerjilər müsbət istiqamətdə dəyişəcək və sizdə ruh yüksəkliyi artacaq. Problemlərə daha obyektiv baxa biləcəksiniz, xırda narahatlıqlar arxa planda qalacaq və siz daha geniş perspektivdən düşünə biləcəksiniz. Bu, yaxın insanlarla anlaşma və barışmaq üçün əlverişli bir zamandır. Əgər səhər saatlarında yaranmış kiçik fikir ayrılıqları varsa, günün ikinci yarısında onları həll etmək, üzr istəmək və ya sadəcə səmimi bir söhbət aparmaq üçün münasib şərait yaranacaq. Münasibətlərinizdə yeni bir mərhələnin başlanğıcı ola bilər, daha dərin anlaşma, qarşılıqlı hörmət və sevgi. Bugün siz həm də özünüzə qulluq etməyə, sağlamlığınıza diqqət yetirməyə vaxt ayıra bilərsiniz. Yüngül idman, təmiz havada gəzinti və ya sadəcə sevdiyiniz bir hobbi ilə məşğul olmaq, daxili harmoniyanızı bərpa etməyə kömək edəcək. Unutmayın ki, daxili sülhünüz ətrafınızdakı dünyanı da müsbət istiqamətdə dəyişir. Tərəzi, hörmətli tərəzilər, bugün sizin üçün maliyyə məsələlərinin həlli, eləcə də digər vacib mövzularla bağlı qərarlar qəbul etmək üçün əlverişli bir zamandır. Kainat sizə uğurlu fürsətlər təqdim edəcək və sizə etibar edən, etibarlı insanlarla yeni layihələrə başlamaq imkanı yaranacaq. Bir çox tərəzilər bugün düzgün zamanda doğru fürsətləri sezmək və onlardan səmərəli şəkildə istifadə etmək bacarığına sahib olacaqlar. Bu, karyera yüksəlişi, yeni investisiya imkanları və ya sadəcə maddi vəziyyətinizi yaxşılaşdıracaq qərarlar ola bilər. Lakin bütün bu imkanlara baxmayaraq, tələskənlikdən uzaq durmaq vacibdir. Planlarınızı dərhal həyata keçirmək yerinə əvvəlcə hər şeyi dərindən təhlil edin, bütün riskləri və potensial qazancları nəzərdən keçirin. Addım-addım düşünülmüş bir plan hazırlamağınız sizi daha böyük uğurlara aparacaq və gözlənilməz çətinliklərdən qoruyacaq. Günün ikinci yarısını isə uzun müddətdir görüşmədiyiniz qohumlara ayırmaq yaxşı bir fikir olardı. Onları ziyarət etmək, birlikdə şam yeməyi yemək və ya maraqlı bir tədbirdə iştirak etmək həm sizin, həm də onların ruhunu zənginləşdirəcək. Bu cür görüşlər unudulmuş xatirələri canlandıracaq, ailə bağlarını möhkəmləndirəcək və sizə daxili rahatlıq bəxş edəcək. Bəlkə də bu söhbətlər zamanı həyatınızla bağlı yeni və maraqlı perspektivlər əldə edəcəksiniz. Kosmos bugün sizə həm maddi rifah, həm də emosional zənginlik üçün imkanlar təqdim edir. Bu imkanlardan ağılla və məntiqlə istifadə edərək hər iki sahədə böyük irəliləyişlər əldə edə bilərsiniz. Həm işdə, həm də şəxsi həyatınızda tarazlığı qoruyaraq bugünün enerjilərindən maksimum faydalanın. Əqrəb, dəyərli əqrəblər, bugünün başlanğıcı sizi müxtəlif narahatlıqlarla üz-üzə qoya bilər. Uzun müddətdir təxirə saldığınız, bəlkə də unutduğunu düşündüyünüz problemlər yenidən gündəmə gələcək və onların həlli təxirə salınmadan tələb olunacaq. Bu, həm iş, həm də şəxsi həyatınızla bağlı ola bilər. Bəzi əqrəblər öz şəxsi qayğılarını bir kənara qoyaraq yaxınlarına kömək etməli olacaqlar. Bu vəziyyət ilk baxışdan sizə yorucu və ya ədalətsiz görünə bilər, lakin unutmayın ki, başqalarına yardım etmək sizin daxili gücünüzü artıracaq və gələcəkdə sizə geri dönəcək müsbət enerjilər yaradacaq. Sevdiyiniz insanla kiçik fikir ayrılıqları və ya mübahisələr baş verə bilər. Lakin narahat olmayın, bu mübahisələr ciddi nəticələr doğurmayacaq və münasibətlərinizi əsaslı şəkildə pozmayacaq. Sadəcə, bu, bəzi gizli gərginliklərin üzə çıxmasına və sonradan həll olunmasına xidmət edə bilər. Günün ikinci yarısında isə vəziyyət əhəmiyyətli dərəcədə stabilləşəcək və siz özünüzü daha yaxşı hiss edəcəksiniz. Daxili gərginlik azalacaq, əhval-ruhiyyəniz yüksələcək. Ətrafınızdakı insanları daha yaxşı başa düşmək bacarığınız artacaq, onların motivasiyalarını və hisslərini daha dərindən qavrayacaqsınız. Bu, pozulmuş münasibətləri bərpa etmək, küsülü olduğunuz insanlarla barışmaq və ya sadəcə mövcud əlaqələri möhkəmləndirmək üçün əla bir fürsət yaradacaq.
Bugün daxili gücünüzü və müdrikliyinizi istifadə edərək qarşılaşdığınız çətinlikləri aradan qaldıracaq və daha güclü bir şəkildə irəliləyəcəksiniz. Özünüzə inanmaq və müsbət düşüncə tərzi bugün sizi uğurlara aparacaq əsas amillərdəndir. Axşam saatlarını sakit bir mühitdə daxili dünyanızla baş-başa keçirmək, günün yorğunluğunu atmaq və ruhunuzu yeniləmək üçün faydalı ola bilər. Ox atan, azad ruhlu ox atanlar bugün sizin üçün enerji və motivasiya ilə zəngin olacaq. Kainat sizə maraqlı hadisələr və yeni imkanlar gətirəcək, sanki hər küncdə yeni bir macəra gözləyir. Yeni işlərə başlamaq, uzun müddətdir planlaşdırdığınız layihələrə start vermək üçün əla zamandır. Daxili yaradıcılıq potensialınız xüsusilə yüksək olacaq, bir çox ox atanlar cəlbedici, orijinal ideyalarla çıxış edəcək və onları qısa zamanda uğurla həyata keçirə biləcəklər. Təxəyyülünüzə güvənin və yeni yollar kəşf etməkdən çəkinməyin. Bugün nüfuzlu insanlarla tanışlıqlar, yeni işgüzar əlaqələr və dəstək alma ehtimalı yüksəkdir. Əgər karyeranızda irəliləyiş arzulayırsınızsa, bugün vacib görüşlər təşkil etmək və ya yeni əlaqələr qurmaq üçün cəsarətli olun. Onların dəstəyi və məsləhətləri sizin üçün yeni qapılar aça bilər. Eyni zamanda bugün özünüzü qeyri-adi bir sahədə sınamaq, uzun müddətdir maraqlandığınız, lakin heç vaxt ayırmadığınız bir hobbi ilə məşğul olmaq üçün də uyğun gündür. İlkin uğurlar gecikməyəcək və siz bu yeni fəaliyyətdən böyük zövq alacaqsınız. Ola bilsin ki, bugün sizi daha xoşbəxt və həyatdan daha çox zövq alan bir insana çevirəcək yeni bir hobbi kəşf edəsiniz. Həmçinin səyahət planları qurmaq və ya kiçik bir səyahətə çıxmaq üçün də əlverişli bir zamandır. Yeni yerlər kəşf etmək, fərqli mədəniyyətlərlə tanış olmaq sizin macəraçı ruhunuzu qidalandıracaq. Bugünün hər anından maksimum faydalanın və həyatın sizə təqdim etdiyi bütün imkanları dəyərləndirin. Enerjinizi müsbətə yönəldərək böyük nailiyyətlər əldə edə bilərsiniz. Oğlaq, məqsədyönlü oğlaqlar, bugününüz enerjili və ümidverici başlayacaq. Ətrafınızdakı insanların maraqlarını, düşüncələrini və hisslərini anlamaq sizin üçün daha asan olacaq. Bu, həm mövcud münasibətləri dərinləşdirmək və möhkəmləndirmək, həm də əvvəllər pozulmuş, bəlkə də yanlış anlaşılmalar səbəbindən soyumuş əlaqələri yenidən bərpa etmək üçün gözəl bir imkandır. Səmimi söhbətlər vasitəsilə aranızdakı divarları yıxa və qarşılıqlı etibarı bərpa edə bilərsiniz. Bağışlayıcı və anlayışlı olun. Bəzi oğlaqlar isə bugün yeni və faydalı tanışlıqlar quracaqlar. Bu əlaqələr sizin üçün yalnız sosial deyil, həm də iş və ya karyera sahəsində müsbət rol oynayacaq. Peşəkar dairələrdə yeni insanlarla görüşmək, təcrübə mübadiləsi aparmaq və ya gələcək əməkdaşlıqlar üçün təməl qoymaq üçün bu enerjilərdən faydalanın. Şəxsi həyatınızda da xoş yeniliklər mümkündür. Bu, yeni bir romantik münasibətin başlanğıcı, qəfil yaranan simpatiya və ya iş yerində başlaya biləcək gizli, lakin həyəcanverici hisslər ola bilər. Qəlbinizi açıq saxlayın və sevgi enerjisinin sizi hara apardığına diqqət edin. Günün sonunda isə yüngül yorğunluq və daxili gərginlik hiss edə bilərsiniz. Bu, gün ərzindəki aktivlik və emosional yüklənmənin təbii nəticəsi ola bilər. Fiziki fəaliyyət, məsələn, axşam gəzintisi, yüngül idman hərəkətləri və ya təmiz havada sadəcə oturub sakitliyin dadını çıxarmaq sizi yenidən balansınıza qaytaracaq. Bədəninizə və ruhunuza qulaq asaraq, bugünün bütün müsbət enerjilərini absorpsiya edin və özünüzü yenilənmiş hiss edin. Dolça, innovativ dolçalar, bugün böyük planlar qurmaq və ya gələcəyə yönəlmiş böyük layihələrə başlamaq üçün o qədər də uyğun deyil. Səhər saatları əsasən məişət problemlərinin həlli ilə keçəcək, xüsusilə də bu məsələləri uzun müddətdir təxirə salırsınızsa. Evinizdəki kiçik təmirlər, təmizlik işləri və ya təşkilatçılıq tələb edən vəzifələr diqqətinizi çəkəcək. Bugün bu məsələləri həll etmək, evinizdə daha rahat və funksional bir mühit yaratmağınıza kömək edəcək. Yaxınlarınızla kiçik fikir ayrılıqları yaşana bilər, lakin narahat olmayın, bunlar ciddi münaqişəyə çevrilməyəcək. Sadəcə səbirli olun, anlayışlı davranın və diplomatik yolla hər hansı gərginliyi aradan qaldırın. Verdiyiniz sözlərə diqqətli yanaşın və yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Bu, sizin etibarınızı qorumaq üçün vacibdir. Həmçinin bu zaman həm də evinizi qaydaya salmaq, lazımsız əşyalardan azad olmaq və məkanınızı sadələşdirmək üçün münasib fürsətdir. Köhnə enerjilərdən azad olmaq yeni enerjilərə yer açır. Maddi məsələlərdə isə bugün xərclərinizdə ehtiyatlı davranacaqsınız. Bu müdrik yanaşma alış-verişlərinizin daha səmərəli və uğurlu olmasına səbəb olacaq. Yalnız həqiqətən ehtiyac duyduğunuz şeyləri alacaq və pulunuzu ağılla idarə edəcəksiniz.
Bu, gələcək üçün maliyyə sabitliyinizin təməlini qoyacaq. Günün ikinci yarısında bir qədər istirahət etməyə və ya sevdiyiniz bir hobbi ilə məşğul olmağa vaxt ayırın. Bu, günün məişət gərginliyini atmağınıza və daxili balansınızı bərpa etməyə kömək edəcəkdir. Unutmayın ki, kiçik addımlarla böyük nəticələrə nail ola bilərsiniz, xüsusən də bugünkü enerjilər sizi detallara fokuslanmağa çağırır. Balıqlar, duyğusal balıqlar, bugün uzun müddətdir təxirə saldığınız işlərə başlamaq üçün əla bir zamandır. Kainatın dəstəyi ilə planlaşdırdığınızdan daha tez uğur qazana bilərsiniz. Hər hansı bir layihəyə başlamaq, yarımçıq qalmış işləri tamamlamaq və ya yeni ideyaları həyata keçirmək üçün bu enerjilərdən maksimum faydalanın. Bir çox balıqlar bugün faydalı əlaqələr quracaqlar. Bu tanışlıqlar gələcəkdə onlara dəstək olacaq və həyatlarının müxtəlif sahələrində yeni imkanlar açacaq. Sosial çevrənizi genişləndirməkdən, yeni insanlarla ünsiyyət qurmaqdan çəkinməyin. Lakin bugün yeni və riskli layihələrə başlamaq üçün o qədər də uyğun deyil. Böyük risklər götürmək yerinə daha təhlükəsiz və sınaqdan keçmiş yollara üstünlük verin. Gələcəklə bağlı ideyaları dəyərləndirə bilərsiniz, lakin onların həyata keçirilməsi üçün bir qədər gözləməyə dəyər. Tələskənlikdən uzaq durun, hər şeyi diqqətlə planlaşdırın və doğru anı gözləyin. Əgər yola çıxacaqsınızsa, əlavə zaman ayırın, çünki yol boyunca kiçik gecikmələr və ya gözlənilməz maneələr mümkündür. Səbirli olun və hər hansı force majeure vəziyyətə hazırlıqlı olun. Sevdiklərinizlə vacib mövzuları bugün müzakirə etməyin. Ulduzlar bugün sizin və partnyorunuz arasında anlaşmanın gözlənildiyindən daha çətin olacağını göstərir. Emosiyalar rasional düşüncənin qarşısını ala bilər, bu da lazımsız gərginliklərə səbəb ola bilər. Kritik söhbətləri daha əlverişli bir günə təxirə salmaq daha müdrik addım olacaq. Bunun əvəzinə sakit və dinc fəaliyyətlərə yönəlin, daxili dünyanızla əlaqə qurun və özünüzə qayğı göstərin. Bugün daxili intuitiv səsiniz xüsusilə güclü olacaq, ona qulaq asın.